Bugün həm ərikli, həm də şaftallı piroq hazırladım. Gəlin başlayaq. Bunun üçün 3 ədəd yumurta, 1 stəkan yarım şəkər tozla birlikdə mikserlə qarışdırdım. Sonra üzərinə yarım stəkan duru yağ, 1 stəkan qatıq əlavə etdim, yenidən qarışdırdım. Mən vanil əvəzi üyüdülmüş portağal qabığından istifadə edirəm. 1 çay qaşığı əlavə etdim, 1 paket qabartma tozu və 2 stəkan un da əlavə etdim, yenidən mikserlə qarışdırdım. Artıq hazır olan xəmirimizi əvvəlcədən yağlanmış, unlanmış soba listinə tökdüm. Üzərinə isə əvvəlcədən yuduğum suyu çəkilən əriklərin tumlarını çıxartdım, 2 yerə böldüm və xəmirin üzərinə düzdüm. Ayrıca umac da hazırladım. Umac üçün mənə lazımdır un, şəkər tozu və kərə yağı. Hər üçünü əlimdə umac halına saldım və xəmirin üzərinə səpdim və sobada 170 dərəcədə üzəri tam qızarana qədər, içi bişənə qədər, hazır olana qədər bişirdim. Çox dadlı, yumuşaq və xəfif alındı. Bu piroqla şaftalı piroqu da hazırladım. Sadəcə burada ərik əvəzinə şaftalıdan istifadə etdim. Şaftalıları dilimlədim və hazır xəmirin üzərinə düzdüm. Umacını səpdim. Eyni qayda ilə sobada bişirdim. Bu piroqu başqa meyvələrlə də edə bilərik. Məsələn, çiyələk, gavalı, albalı, qarağat, moruq və fərqli meyvələrlə də edə bilərsiniz. Çox dadlı alınacaq. Əlavə qalan umacı isə şüşə qaba qoyub soyuducuda saxladım. Bu mənə gələn piroqlarda lazım olacaq.